Xoş gördük YouTube'un əziz izləyiciləri, mənim əziz izləyicilərim. Sizi çox yormayacağam. Sizə yay üçün qəşəng yay ətir qarışımı sizə mən tövsiyə edəcəm. Sizlər üçün edirəm bunu. Əgər vaxtınız varsa baxın, öyrənin, siz də bu qarışımdan istifadə edin. Çox mükəmməl bir ətir qarışığıdır və bu ətir qarışığını çox yerə istifadə edirlər. Sadəcə qalıcılıq şərtdir burada. Ona görə hansı ətirdən nə qədər yəni qatmaq lazım olduğunu mən sizə göstərəcəm. Kanalıma abunə olun, tıklayın ki siz də bu məlumatlı videoları izləyə biləsiniz. Gözləyin, indi deyirəm hansı qarışımdan nə qədər lazımdır. Burada götürürsüz 4 ətir, Locust White, burada var, Green Aventus, Prado Carbon, 1, 2, 3, 4 ətir qarışığıdır. Locuste Essential. 4 ətir qarışığı. Bir dənə göstəreyim. Locuste Essential, Locuste White, bu Green Aventus, deyirəm, Prado Carbon. Deməli, bu 4 ətir qarışığını siz nə edirsiniz? İndi sizə göstərəcəm. Əziz izləyicilər, götürürsüz Locuste White. İndi mən orada təsmin oxusun, Locuste White. Bundan 2 milli. 2 milli ondan götürürsüz Green Aventus 1.3 milli. Bundan qatırsınız. Ora qatırsınız Prado Carbon 1 milli. 1 milli qatırsınız və Locuste Essential 0.7 milli qatırsınız. Bu qramlara diqqət edin. Mən bir də deyirəm, Locuste White 2 qram, 2 milli, Green Aventus 1 mil 1.3, Prado Carbon 1 milli və Locuste Essential 0.7 milli qatmaq lazımdır. Deməli 5 milli bu mən dediyim ətirləri götürürsüz. Bu ətirləri damcılar vasitəsilə qablaşdırırsınız. Qablaşdırın, qarışdırın bunu 1-2 gün. Əgər təmiz ətir əldə etmək istəyirsinizsə 1-2 gün qapalı vəziyyətdə saxlayın ki bunlar tam bir-birinə otursun. Söhbət əsl bu qarışıqların normal vəziyyətə gəlməyindən gedir söhbət. Bunu diqqətlə yadınızda saxlayın. Bu ətirləri 1-2 gün saxlayın. Nə etmək lazım olduğunu deyəcəm. Hə dostlar, nə edirik? 4 ətir çeşidindən cəmi 5 qram ətir əldə etdik. Bu ətirləri indi nə edirik? Bu ətirlər deməli 4 qram ətir ümumilikdə faiz nisbətinə götürəndə 20% eləyir. Və biz bunu parfum qatmalıyıq. Əsas məsələ də buradadır ki, parfum nə qədər qatmaq lazımdır. Parfumu nə qədər qatmaq lazım olduğunu mən sizə deyim. Parfum qatılmalıdır. Cəmisi bu 100% olmalıdır. Faiz nisbətinə götürəndə 80% biz ona parfum qatmalıyıq. 80% parfum qatmalıyıq. Bu cəm halda 100% eləyəcək. Və 25 qram, burada siz 25 qram hazır parfum əldə edəcəksiniz. Deməli 25 qram 100%-də 25 qram ətiri almaq üçün, demək bizim 5 qram ətir isə maksimum qalıcılığı nəzərə alaraq ilk növbədə siz buna 20 qram parfum vursaz tam ideal bir parfum əldə etmiş olursunuz. Ümumiyyətlə bunun 50 qram da eləmək olar, 100 qram da eləmək olar. Videolarımı izləyin. Əgər kimə lazım olsa, deyərsiniz mənə bu qarışımın 50 qramını və 100 milli olduğunu da sizə deyə bilərəm. Unutmayın, əgər videolarım sizlər üçün önəmlidirsə, kanalıma abunə olmağı və baxış sayını artırmaq üçün like qoymağı sizdən xahiş edirəm. Bu mənə böyük köməkdir. Mən də ən doğru bildiyim məlumatları sizlər üçün paylaşacağım. Bu ətir yayın əsl yay nəfəsi ətir adı da buna verə bilərsiniz. Bu tanınmış qram ətirlərdir və 4 qarışıqdan siz ideal yay üçün sərin bir ətir əldə edəcəksiniz. Yadınızdan çıxmasın, 4 ətir qarışığından ibarət 5 milli və hazır parfum olaraq 25 qram milli parfum əldə etmiş olursunuz.